Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Həci sizi Almaniyadan salamlayır. İlk öncə mövzuya başlamazdan qabaq bu günləri çox təəssüflər olsun ki, sosial media platformasında yalnız və yalnız Patrol Azın paylaşdığı və Patrol Azın rəhbərliyi heyəti Səməndər müəllim bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Milli qəhrəmanımızın vəfatı ilə bağlı yeganə paylaşımı Patrol Az komandası etdi. Bildiyiniz kimi dünənləri Azərbaycan Respublikasının sağ olan 16 milli qəhrəmanından biri Şahin Tağıyev İsveçrədə müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən sonra vəfat etdi. Qısaca bir anlayış vermək istəyirəm ki, Şahin Tağıyev 1-ci Qarabağ müharibəsində çox böyük şücaət göstərib və 1992-ci il fərmanla ilk 4 milli qəhrəmandan biri oldu. Allah rəhmət etsin, ailəsinə və yaxınlarına başsağlığı arzu edirəm. Bəli, vətən uğrunda can verən, vətən uğrunda şücaət göstərən bir Azərbaycan milli qəhrəmanı bugünkü gündə unudulmuşlar statusunda. İkinci Qarabağ müharibəsi ərəfəsində iyul döyüşlərində şəhadətə yüksəlmiş milli qəhrəman General Həşimov başda olmaqla digər zabitlərimizin hazırki vəziyyətdə məzardaşlarını sizə göstərirəm və bir Azərbaycanlı olaraq utanıram. Bəli, bizim bugünkü gündə vəziyyətimiz bu yerdədir. İlk öncə aidiyyəti qurumlardan və aidiyyəti şəxslərdən həmin məzardaşlarının yenidən restavrasiya olunmasını bir Azərbaycan vətəndaşı olaraq xahiş edirəm və güman edirəm ki, bu xahişim nəzərə alınacaq. Demək istəyirəm ki, çox təəssüflər olsun ki, bugünkü gündə ölkəmizdə sosial media kütləyə qarşı ən böyük təbliğatdır. Və bu təbliğatlardan biri olaraq bugünkü gündə sosial mediamızda cinsi azlıqlar özlərini Azərbaycan kişisi kimi təbliğ edir. Əxlaqsız qadınlar özlərini Azərbaycan xanımı kimi təbliğ edir. Və ən əsası, nakişi və şəxsiyyətdən bixəbər olan həmcinslərim özlərini yaxşı oğlan kimi qələmə alır və yaxud da təbliğ edir. İlk öncə mövzuya başlamazdan qabaq, bir neçə gün bundan qabaq sizə demişdim ki, ölkənin Azərbaycan kişisi kimi, layiqli vətəndaş kimi təbliğ olunan babuşu anasının məzarına göstərmişdim sizə. Necə də gözəl, necə də füsunkar. Heç kim məni qınamasın. Mərd adamın adıma mərd qalır, namərd adamı qəbrə qədər daşqalaq eləyirlər. Yəni bu ölkəyə bir cinsazlıq yetişdirmiş bir ləyaqətsiz bir qadının məzarının füsunkarlığı, amma bu ölkəyə bugünkü gündə gözəl balalar, gözəl kadrlar vermiş və hətta adını tarixə qızıl hərflə yazmış bir milli qəhrəmanın məzarı nə vəziyyətdədir? Göz qabağındadır. Məsələmiz bundan ibarətdir ki, burada səlahiyyətli şəxs dövlət və dövlət qurumları bir o qədər də deyil. Burada səlahiyyətli şəxs birbaşa xalq, biz özümüzük. Çünki bu günləri bizim bir məsələmiz ki var, ortalığa gətirib çıxartmışıq. Dövlət başçımızın da dəfələrlə vurğuladığı bir şeydir ki, dövlətin təyin etdiyi məmurlar vəzifə və səlahiyyətdən heç bir halda istifadə etməlidir. Bugün sosial media sözün əsl mənasında 3 şaxəyə bölünür. Necə? Bax, maksimum dərəcədə çalışacağım vulqar sözlərə yol verməyim. Əxlaqsız yollarla, dolayı sözlərlə bir çox ailələrin həyatında problem yaratmış, gəlin qaynana mövzusu ilə ortalığa gəlmiş, məhkəmədə qanunda narkotika çıxmış, görmədiyi üzlər qalmamış Ləman Dəliyeva özünü Azərbaycan xanımı kimi təqdim edib, sosial mediada bir çox qızlarımızın, bir çox qadınlarımızın fikirlərinə və fikir düşüncələrinə müdaxilə etməklə habelə burada maxinasiyaya başçılıq edib, üzr istəyirəm. O halal əlinin zəhməti ilə bir tikə çörəyinə qazanan xanımlarımız sətr altında qalıb, əxlaqsızlığın banisi özünü Azərbaycan xanımı kimi təqdim edir. İkinci bir üç şaxalı nöqtənin ikinci bir nöqtəsi Baboş, hansı ki bunların lideri, əsas gəlir mənbəyi. Özünüz bilirsiniz, yəni danışsam səhərə qədər sözümüz və vaxtımız bitməz. Bununla bağlı Bərdə əhlinə xüsusi bir
trayektoriyalar qeyd etsin ki, bu şəxsin müəllifi bərdəlilərdir və yaxşı ki, Xudu o vaxtı bir video çəkdi, dillərə dəstan oldu. Yoxsa biz bugünə qədər də Bərdənin bir balaca korpusunu böyürdən götürən Xudayar Yusifzadədir. Ancaq bugün Bərdədə Xudayar Yusifzadənin ailəsinin maddi vəziyyəti heç bir halda və heç bir vəziyyətdə məlumatsızdılar. Amma bu günləri Bərdəlilər Baboşun evində qonşuları başda olmaqla ona kebab qonaqlığı verirlər. Ağır olsun sizə Bərdəlilər. Ağır olsun. Üçüncü bir şaxədə dəfələrlə insan alverində, üzr istəmirəm, dəfələrlə narkotika ilə məhkum olunmuş və Azərbaycan Konstitusiyasının ən ləyaqətsiz, Cinayət Məcəlləsinin ən ləyaqətsiz və ən şərəfsiz bir maddəsi. Ədliyyə sistemində və hüquqlarımızdan başa çıxan insanlar çox gözəl bilər. Cinayət Məcəlləsinin ən əxlaqsız bir maddəsi. İnsan alverində məhbusluq həyatı yaşamış. Ayağında ölüm işinə var. Bir gənc yaşlı bir qızın ölüm məsələsi. Danışacaq. Və dəfələrlə narkotika, marihuana ilə həbs olunmuş bir şəxs bugünkü gündə Daxili İşlər Nazirinin Mətbuat Xidmətinin bölmə rəisinin Nurlan Əliyevi, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ümumi kollektivini və habelə Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin ümumi kollektivini dəfələrlə səhifəsində paylaşaraq, canlı yayınlarında deyərək, Kakbutda Azərbaycan polisi insan alverində məhkum olmuş, bir gənc qızın ölümünə səbəb olmuş, dəfələrlə narkotika ilə məhkum olunmuş və ekranlarda əxlaqsız sözlərlə kartıma plat, səndən gedim xəngəl yeməyə qızlara gic-gic patxotlar eləmiş bir şəxsi sanki Azərbaycan polisi dəstəkləyir. Bu mövzu haqqında, bu da digər bir keysdir. Bu keys haqqında tamam başqa cür danışacağım. Sako ləqəbli tiktokerin bir xanım yayımçıya 30 min manata yaxın pul fırlatmağı, ona hədə-qorxu gəlməyi, küllü miqdarda hədə-qorxu gəlməyi, anası ilə bir yerdə dələduzluq etməyi təsəvvürünüzə çatdırın ki, bugünkü gündə Sakonun anası həd ziyarətində hədə-qorxu ilə küllü miqdarda pul tələb etdiyi bir qızın övladı da var, autizm xəstəsidir. Bir qızın əldə etdiyi pulla hal-hazırda anası həd ziyarətindədir. Başıma dəysin o həd ziyarəti. Və bugünkü gündə qısa danışacağım, çünki bugünkü gündən çox intensiv təbliğat və təşkilat proqramlarına başlayıram. Bir şeydə nəzərinizə çatdırım ki, hərbiçilərimiz, keçmiş hərbiçilərimizin psixologiyasına bələd olan bir insana, biraz söyüşgül insanıq, əsəb xəstəliyindən əziyyət çəkən insanlara biraz müəyyən yerlərdə özümüzü gözləyə bilmirik. Amma çalışacağım maksimum dərəcədə söyüş, təhqir olan bir plus 8 sözləri siyahıdan yığışdırım. Çünki çox böyük bir mübarizəyə qoşuluruq komanda şəklində və mən inanıram ki, biz bu mübarizədə qalib gələcəyik. Baboşa reklam elətdirən o mebel səhifələri, Baboşa reklam elətdirən o inkubator səhifələri, Baboşa reklam elətdirən o mebel ev avadanlıqları səhifələri, nə bilim pərdə, şifoniyer, kuxna mebeli, nə bilim nə gəldi. Ayıb olsun və ar olsun ki, bugün kütləni zəhərləyirsiniz və bugün öz evinizə balanızı bir cinsazlığın reklamı ilə əldə olunmuş gəlirlərlə edirsiniz. Mən Azərbaycanlıyam. Mən o Azərbaycanlıyam ki, ömrümün 8 ilini Azərbaycan Respublikasına şərəf və ləyaqətlə qüsursuz xidmət edərək ölkə başçımız daxil müəyyən qurum başçıları tərəfindən dəfələrlə mükafatlandırılmışam. Maddi vəziyyətlə əlaqədar olaraq və şəxsi karyeramla bağlı olaraq bugün Almaniya Federativ Respublikasında yaşayıram. Amma ki, bir şey demək istəyirəm ki, mən buradan üzümü tuturam Azərbaycan polisinə, buradan üzümü tuturam aidiyyəti qurumlara, buradan üzümü tuturam səlahiyyətli şəxslərə. Xahiş edirəm sizdən, bugünkü gündə, bugün əxlaqsızlığı bizim sosial mediada gülər üzlə, sevə-sevə bizim insanların gələcəkdə böyüyən gənclərinə zəhərləyərək aşlayan şəxslərə qarşı hər kim dəstək olursa, hər kim onlara vəsait ayırırsa, hər kim onların irəliləyişlərində böyük səylər göstərirsə, həmən o şəxslər sizin tərəfinizdən araşdırılsın və aşkarlansın. Hörmətli Azərbaycan polisi, 1001 zülümlə bala böyüdürsən, əziyyət çəkirsən, çox üzr istəyirəm ifadəmə görə, xanımınızla bir yerdə işləyirsiniz, balalarınızın gözəl gün görmək məqsədi ilə. Mən bunu çox gözəl bilirəm ki, əziz Azərbaycan polisi, bir vaxt gələcək, övladın sənin əynində olan formanı geyinməyəcək. Çünki sən Azərbaycan polisi, ölkənin sənə tətbiq etdiyi aylıq əmək haqqı ilə yaşayan bir şəxsdir. Ancaq bu günləri bu üçlü birlik, bu üçbucaq elə bir vəziyyət gətirib çatdırar ki, onların gündəlik yaşam tərzi və qazanc məbləğləri sənin övladının düşüncələrini dəyişdirə bilər. Çünki irəliləyən bu texnologiya dövründə övladlarımız zəhmət və əziyyət çəkərək savad, bilik sahibi olaraq qazanıb rahat yaşamağı deyil də asan yolu seçirlər. Gəlin gəncliyimizi və gənclikdə böyüyən bütün bu övladlarımızı üzümüzə gələn 2026-cı ildə bu cür şərəfsizlərdən xilas edək.
Mən bu yolda bir mübarizkaram. Əlimdən gəldiyim qədər bir döyüşçü olaraq nə lazımdırsa edəcəm. Döyüşçü tək meydanında erməniyə güllə atmaqla deyil. Döyüşçü elə öz daxilimizdəki ermənilərlə də döyüşmək ən böyük şücaətdir. Qarşıdan gələn 31 dekabr Azərbaycanlıların həmrəylik günü ilə, Azərbaycanlıların həmrəylik günü ilə və 2026-cı il yeni ilimiz münasibəti ilə ümumən Azərbaycan xalqımızın gözəl nümayəndələrini, Azərbaycan xalqımızın zəhmətkeş, əzmkar nümayəndələrini, Azərbaycan xalqımıza, dövlətimizə, vətənimizə xüsusi bir imtiyazlar və xidmətlər göstərmiş hər bir şəxsin bayramını təbrik edirəm. Üzümüzə gələn il sizə gözəl olsun. Övladlarınızı və belə deyək, ətrafımızı bu cür qara ləkələrdən müdafiə edək, xilas edək və bu cür qara ləkələri övladlarımıza gələcəyin üz qarası kimi təbliğ və təşviq edək. Diqqətinizə görə minnətdaram. Sizinlə danışdı Hacı Hüseyn Bakiyevski. Ya Allah, ən gözəl əmanətçi Allahdır. Sizi isə Allah əmanət edir. Salam.